Salam hörmətli izləyicilər. Şəhidin Səsi proqramının bugünkü buraxılışında biz bir icidin Namiq Abdullayevin döyüş yolunu sizlərə təqdim edəcəyik. Vətənin dar günündə o biganə qalmadı. Ermənistan-Azərbaycan münaqişəsi başlayanda könüllü olaraq tərəddüd etmədən cəbhəyə yollandı və Laçın uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına vuruşdu və şəhidlik zirvəsinə ucaldı. İndi isə gəlin şəhidimizin xatirəsinə həsr olunmuş video çarxı izləyək, daha sonra qaldığımız yerdən davam edəcəyik. Namiq Şamiloğlu Abdullayev 27 aprel 1962-ci ildə Bakı şəhərinin Rəsulzadə qəsəbəsində anadan olmuşdur. Namiq Abdullayev orta təhsilini 99 saylı məktəbdə almış, 1979-1981-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuşdur. Xidmət zamanı aldığı xəsarət nəticəsində 3-cü dərəcəli əlil kimi qeydiyyata alınmışdır. Son iş yeri balıqçılıq konserni olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi kəskinləşdikdən sonra Namiq Abdullayev baş verən hadisələrə biganə qalmamış, könüllü olaraq cəbhəyə yollanmışdır. 1991-ci ilin sonlarından etibarən 811 saylı hərbi hissənin tərkibində könüllü döyüşçü kimi Laçın və ətraf ərazilərdə aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Namiq Abdullayev Laçının cənub kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra Laçın alayı Kəlbəcər istiqamətindən daxil olaraq Laçının şimal istiqamətində döyüşlərə başlamışdır. O, alayın həmin kəndlərini düşməndən təmizlənməsində yaxından iştirak etmiş, qəhrəmanlıqla vuruşmuşdur. 1992-ci ilin oktyabr ayında Laçın şəhəri uğrunda gedən şiddətli döyüşlər zamanı mərmi partlayışı nəticəsində ağır yaralanmış və göstərilən bütün tibbi yardımlara baxmayaraq 19 oktyabr 1992-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. Namiq Abdullayev ailəli idi. 2 övladı yadigar qalmışdır. Namiq Şamiloğlu Abdullayev vətən uğrunda canından keçmiş igid oğullarımızdandır. Salam, zəhmət olmasa özünüzü təqdim edərdiniz. Mən Abdullayeva Tamila Bilal qızı. Abdullayev Namiqin həyat yoldaşı. Namiq Abdullayevlə tanışlığınız necə olub? Namiqlə biz bir yerdə böyümüşük, qonşu olmuşuq və beləlikcə ailə qurmuşuq. Bizim 2 evladımız var. Namiq çox vətənpərvər idi. Əskərlikdə təlim zamanı Almaniyada qulluq eləyəndə yaralanmışdı və onu bir ildən sonra Bakıya yollamışdılar. Və 3-cü qrup əlil idi. Ona baxmayaraq, Qarabağ müharibəsi başlayanda o evdə otura bilmirdi. Və könüllü hərbi hissəyə gedib yazılmışdı ki, getsin müharibəyə. Lakin orada ona qoymadılar. Çünki 3-cü dərəcəli əlil heç cürə ola bilməz ki, necə deyim, müharibəyə getsin. Onun üçün orada fərqi yox idi. Hara gedir, hansı rayona gedir, fərqi yox idi. Torpaq torpaqdır. Ona icazə verməyəndən sonra o könüllü özünün ata-baba olan Laçın rayonuna 811-ci batalyona yazıldı və beləliklə dekabrın 1991-ci ildə bizlə vidalaşıb getdi müharibəyə. Namiq Abdullayev sizin üçün necə həyat yoldaşı idi? Bilirsiniz, biz bir yerdə böyüdüyümüz üçün biz bir-birimizin xarakterimizə çox yaxşı bələd idik. O çox ailəsini sevirdi, uşaqlarını çox sevirdi. Uşaqlarla çox vaxt aparırdı. Halbuki o vaxtın zamanə üçün, biraz kişilər üçün xas bir şey deyil idi. Amma ona baxmayaraq, işdən gələndən sonra mütləq gedirdi, uşaqlarla gəzirdi. Düzdür, belə cəhətlər də o, amma ümumi götürəndə biz çox ideal biz ailə idik. Qayğıkeş. Müharibəyə gedəndə bir sual verdim ki, bəs sən uşaqlar qoyub çıxıb gedirsən. Bir dənə cavab gəldi, ondan sonra mən heç nə deyə bilmədim. Mənim uşaqlarım heç kimin uşaqlarının artıq deyil. Vəssalam.
onunla da bu söhbət bitdi. Yoldaşınızın şəhid olma xəbərini necə aldınız? Biz evdə idik, axşam idi. Və heç nədən xəbərimiz yox idi. Halbuki atası gəlin evinə gətiriblər, hamının da xəbəri var. Bizi gəldilər, sadəcə dedilər ki, ora getmək lazımdır. Uşaqları götürdük, getdik. Lakin yaxınlaşanda o insanları, o bir belə insanı görəndə başa düşdüm ki, nə baş verib. Və ondan sonra sözün düzü, mən bilmirəm nə olmuşdu. Yəni bir də ayılanda gördüm içəridəyəm. Uşaqlar da balacadır, başa düşmürlər nə olub, nə baş verib. Yəni çox ağırdı. Halbuki elə bil ki, o hadisəni mən yenə də burada yaşadım. Çox ağır bir mənzərə idi, çox. Və onu şəhidlər xiyabanında dəfn elədilər səhərsi günü. Onu da biz yaşadıq. Yenə də uşaqlar başa düşmürdülər. Gözləri yoldaydı. Oğlunun 3 yaşı var idi. Həmişə şəkilləri tökürdü qabağına. Bacı qardaş otururdular, baxırdılar. Amma dərindən dərk eləmirdilər ki, bunların atası niyə yoxdur. Çünki onların atası həmişə onlarla məşğul olurdu. Həmişə onların yanındaydı. Bax, belə biz yola saldıq, axırıncı yola saldıq Namiki. Bu gün onu xatırlayarkən ilk olaraq ağlınıza nə gəlir? İlk olaraq mənim onunla keçirdiyim, demək olar ki, axır günləri idi, axır aylar idi. Mənə dedi ki, batalyonda medpunkt açılır, ora tibb bacısı ehtiyacı var. Mən istəyirəm, sən də gedəsən. Və mən etiraz eləmədim, onunla bir yerdə getdik. Getdik, orada medpunktda tibb bacısı kimi işləyirdim. Və çalışırdı ki, məni bir döyüşçü kimi hazırlaşdırsın. Gedirdik Laçının dağlarına avtomatla. Bax, bir gülməli hadisədir. Konserva bankaları yığırdı, qoyurdu və uzaqdan mən öyrədirdi ki, ora atəş atmaq lazımdır. Mən də bacarmıram, özdə indiki kimi deyilikdə cavan vaxtı biraz cılız, avtomatı da saxlaya bilmirəm, əməlli başlı. Biraz hirslənirdi, sonra başlayırdı gülməyə ki, mən niyə səni məcbur eləyirəm, axı bu biraz çətindir. Siz inanırsınız, elə məni o öyrətdi. Mən sərras demək olar ki, atırdım, güllə atırdım. Və çox xoşbəxtəm ki, o ayları biz bir yerdə keçirdik. Sonraki günlər Bakıya qayıdandan sonra, Laçın rayonu işğal olundan sonra məni qoymadı, mən uşaqlarla qaldım. Nə qədər yalvardım, nə olar ki, sən də. Yox, üzünü çördü, çıxdı, getdi. Və o nigarançılıq, o bilmirəm necə izah eləyim, o bizim canımızdaydı da, biz daima narahat idik ki, görəsən nə oldu, görəsən necə oldu bu hadisələr. Sonra mənim ad günüm idi, sentyabrda. Axırıncı dəfə o evə gələndə ondaydı. Gəldi və biz bir yerdə, bir ailəlikcə bir neçə günü mənim ad günümdə qeyd elədik. Və sentyabrın 20-si axırıncı dəfə idi. O bizimlə vidalaşdı və söz verdi mənə ki, mən qayıdacam. Amma bir aydan sonra, oktyabrın 19-u onun xəbəri gəldi. Şəhid olduğu xəbər. Və mənim bütün fikirlərim qarışmışdı. Sözün düzü, xatirələr çoxdur. Amma bilmirəm, ya da düşmür, yox. Yəni mən onu bir özüm üçün bir qəhrəman, bir vətənini sevən, bir evladlarını sevən, bir evi üçün can atan. Bilirsiniz necə idi? Biz ev almışdıq. Hamı köçdü, o bizi qoymadı köçməyə o evə. Dedi, yox. O evin polunu vurmalıyam, qapısını dəyişməliyəm, mənim uşaqlarım rahat yaşamalıdır.
Hamıdan sonra üstündən 3 ay, 4 ay keçəndən sonra biz köçdük. O bax belə şeylər fikirləşirdi. O ailəsini fikirləşirdi. Necə vətəni sevirdi. Amma mən indi başa düşürəm ki, o ailəsindən çox vətəni sevirdi. Çünki heç nəyə baxmadı, heç nəyə. Atasının, anasının yalvarışına heç nəyə baxmadı. Getdi. Mənim ailəm başqa ailədən artıq deyil deyib üzünü çörüb getdi. O dönəmlərdə övladlarınıza atası ilə bağlı nələr deyirdiniz və onu necə xatırlamasını istəyirdiniz? O dövr üçün onlar çox balacaydılar. Birin 4 yaşı var idi, birin 3 yaşı var idi. Amma ona baxmayaraq mən daima şəkillərini qoydum qabağına, başa salırdım. Deyirdim ki, atanızdır, müharibədir. O gedib ermənilərlə vuruşub, o qəhrəman. Yəni birin üstünə də 5-in qoyurdum, onların atasının qəhrəman olduğunu haqqında danışırdım. Həmişə şəhidlər xiyabanına uşaqları aparırdım, həmişə. Çünki onlar bilməli idilər ki, onların atası kim olub, necə olub, nə üstə gedib. Və onların yaddaşlarında da elə qalıb. İndinin özündə də nəvələrimiz var, nəvələrim var. Yenə də nəvələrimizi də daima aparıq şəhidlər xiyaban uzaqdan. Uşaqlar balacadılar da. Görən kim qışqıra-qışqıra, Namik baba, Namik baba. Onların da fikrincə, onların babaları qəhrəmanı. Yəni biz həmişə o ruhda uşaqlarımızı böyütmüşük. Mənim oğlum balacaydı, mən deyirdim ki, sən heç kimə baxma, əskəriyə getməlisən. Çünki sənin atan şəhid olub. Şəhidin evladı başqa cür olmalıdır. O ruhda da bax uşaqlar böyüyüblər. Onlar onu həmişə dərk eləyirlər. Hər yerdə dərk eləyirlər ki, onlar şəhid evladlarıdır. Başqa cür də ola bilməz. Şəhid yoldaşı olaraq bizim vasitəmizlə gənclərə nə demək istərdiniz? Biz həqiqətən bir xoşbəxt millətik ki, bu günləri cənab İlham Əliyev o azadlığı, xoşbəxtliyi bizə yaşatdı. Və mən bir şəhid yoldaşı kimi tövsiyə eləyərəm ki, cavanlara öz vətənlərini sevsinlər və üzü ağ olsunlar. Həmişə şəhid statusu ən yüksək statusdur. Yəni biz necə acıyırıqsa bizim evimizdə şəhid var, elə də fəxr eləyirik ki, mənim uşaqlarım elə də fəxr eləyirlər ki, biz şəhid ailəsiyik. Şu kışlanın kapısına mail oldum yapısına. Şu kışlanın kapısına mail oldum yapısına. Telli kurban bağlayayım askeri yarın kapısına. Telli kurban bağlayayım askeri yarın kapısına. Yüce dağlar olmasaydı, laleleri solmasaydı, ölüm Allah'ın emri de şu ayrılık olmasaydı. Yüce dağlar olmasaydı, laleleri solmasaydı, ölüm Allah'ın emri de şu ayrılık olmasaydı. Salam, zəhmət olmasa özünüzü təqdim edərdiniz. Mən Abdullayev Suyed Namik oğlu, şəhid Abdullayev Namik, Namikin oğluyam. Bu gün onu xatırlayarkən ilk yadınıza düşən hadisə hansıdır? Xatirələr deyərkən qısa bir xatirəm var atamla bağlı. Yadımdadır ki, atam o vaxtı anamı cəbhə bölgəsinə aparanda məni də özündən apardı. Atam tankist idi.
Bir dənə xatirəm var ki, yəni həmin o dövrdə məni də öz tankında döyüş zonasında gəzdirirdi. Yəni, ancaq bana qısa xatirəm bu ola bilər. Yəni, o yaşda yadda qalan ancaq bu ola bilər. Vəssalam. Atanız şəhid olarkən sizin neçə yaşınız vardı və onu necə xatırlayırsınız? Atam şəhid olanda mənim 3 yaşım var idi və biz artıq Bakıdaydıq. Yəni, şəhid olma anım heç bir yadımda qalmayıb. Yəni, o yaşda, yaddaşda heç bir şey saxlamamışam. Ananız sizə atanızla bağlı nələr danışırdı? Anam atam haqqında bizə çox şeylər danışıb. Həm döyüş yolu, həm belə. Bizim atamın şəhid olmasını artıq 5 yaşından sonra başa düşmüşük. Tez-tez gedərdik şəhərlər xiyabanına, tez-tez ziyarət eləyərdik. Nəinki anam, ümumiyyətcə bütün atamı tanıyan hər bir kəs, qonşuları, dostları, yoldaşları, döyüş yoldaşları atamın haqqında çox yaxşı fikirlər səsləndirirdilər. Vətənini sevən bir insan idi. Həmçinin də ailəsini. Çox şeylər danışmaq olar əslində. Amma yaşımın az olduğuna görə, yəni canlı olmasa da, yəni canlı görməsəm də, yəni haqqında çox yaxşı fikirlər eşitmişəm. Bu gördüyümüz şəkillərdə siz varsınız? Bəli, varam. Bu şəkildə mən lap körpəyəm. Yəni bu şəkildə heç bir xatirəm yoxdur. Atım cirit oynamasın. Bu şəkildə artıq mənim 3 yaşım var. Burada da tam xatirəm yoxdur, amma yadımdadır ki, anam deyirdi ki, yəni, son dəfə döyüşdən qaydanda bizi şəhərə gəzməyə aparmışdı. Yəni bu qədər, yəni tam da yadımda deyil, yəni bu şəkil haqqında da. Nazlı yarim ağlamasın. 2 sene asker oldum. Nazlı yarim ağlamasın. Yüce dağlar olmasaydı, laleleri solmasaydı, ölüm Allah'ın emri de şu ayrılık olmasaydı. Şəhid oğlu olaraq bizim vasitəmizlə şəhid övladlarına, ümumiyyətcə cəmiyyətə hansı mesaj ötürmək istərdiniz? Əvvəla demək istəyirəm ki, mən həqiqətən fəxr edirəm ki, mən bir şəhid övladıyam. Bütün şəhid övladlarına da deyirəm ki, yəni atanız qəhrəmandır, fəxr eləsinlər onunla. Bu hər bir adama nəsib olmur, belə deyərdim. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Namiq Abdullayevin həyatı vətənə sevginin, cəsarətin və fədakarlığın bariz nümunəsidir. O öz canını torpaqlarımızın azadlığı uğrunda qurban verərək şəhidlik zirvəsinə ucalmışdır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Növbəti buraxılışlarımızda başqa bir qəhrəmanın döyüş yolunu işıqlandırmaq ümidi ilə. Sağ olun, salamat qalın.